Biz bu günləri Şəmkir rayonunun Çınarlı qəsəbəsində Şəhid Hüseyn Qərəbsada olan küçədəyik biz. Şəmkir çayının qabağı kəsiləndən bəri bu günə düşmüşəm. Batıp gedir, 1 gram kuyuya girip bu deşikten girip o deşiğe temizlemeye imkan yoktur. Xəstə adamam. 1 kilometr yol gedib quyu suyu gətirirəm. Dəyərli izləyicilər, çəkiliş zamanı məlum oldu ki, Şəmkir rayonunun Çınarlı qəsəbəsinin içmə su ilə bağlı problemi olduğu kimi, həmçinin suvarma su ilə bağlı da problemi mövcuddur. Dəyərli izləyicilər, çəkilişə ətrafa baxmaq üçün bu axşam saat 20:00-da Çınar TV kanalında baxa bilərsiniz. Bizi izləməyi unutmayın.